Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bu günləri Napolyon, Xrustal Napolyon, yəni alyanaq dediyimiz, çal Napolyon dediyimiz bu ağaclarda, ağacların yarpaqlarında belə bir xəstəlik gördüm. Baxın, və kifayət qədər yarpaqlarda var və həmin yarpağı mən kəsirəm və yoxlayaq görək bu nə xəstəlikdir. Mən birinci dəfə belə xəstəlik görürəm. Mən bilmirəm, yəni siz ola bilsin ki, illərdir bu xəstəliklə tanışsınız. Belə barmağımızla qaşıdığımızda altdan belə qara, elə bir qabıq soyulur, təzə kartof qabığı kimi. Təzə kartofon qabığı kimi soyulur. Altdan belə qara nəsə çıxır, bilmirəm, bitdimi, cücüdümü, belə bir şeylər çıxır. Bu nə xəstəlikdir? Yəni bunun qabağını necə almaq olar? Müalicəsi nədir? Bilənlər varsa bir zəhmət şərh bölümündə öz təcrübələrini bölüşsünlər bizimlə. Həm mən, həm də digər izləyicilərimiz faydalansınlar. Biz də təşəkkür edirik.